رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah və alə alihi və sahbihi əcma'in əmə ba'd. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin gündəlik sünnələri ilə bağlı olan dərsə davam edirik. Bugünkü dərsimizdə Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazları ilə, vitr namazı ilə bağlıdır və bu namazla bağlı bir çox əməllər vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsindəndir. Deməli, gəl onları bir-bir götürək. Birincisi, əvvəla Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazı, işə namazdan sonra sübh namazdan qədər olan vaxtı olub gecə namazı və kim ki gecə namazını vitri qılmaq istəyərsə, işə namazını bitirəndən sonra sübh namazdan qədər bu vaxtda namazı qıla bilər. Hədislərə əsasən Ayşə anamız buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm işə namazını bitirdikdən sonra sübhə qədər 11 rükət namaz qılardı. Hər 2 rükətdən bir salam verərdi. Həmçinin digər hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm gecənin hər vaxtında vitr edərdi. Yəni ilk vaxtında da vitr edərdi, gecənin ortasında da vitr edərdi və sonunda da vitr edərdi və son vitri də artıq səhərə yaxın olar. Yəni son zamanlar artıq səhərə yaxın bir vaxtda vitr edərdi. İbn-i Münzir də Allah ondan razı olsun, Allah ona rəhmət eləsin buyurur ki, insanlar, müsəlmanlar hamısı icma ediblər ki, yəni alimlər hamısı icma ediblər ki, vitr namazının vaxtı işə namazından sonra sübh namazına qədərdir. Qeyd etdiyim hədislər də Buxari və Müslimdə keçib. Yaxşı, əfsəl vaxtı hansıdır? Gecə namazı ən əfsəl vaxtı hansıdır? Gecə namazı ən əfsəl vaxtı Davud əleyhissalamın qıldığı vaxtdır. Necə hədisdə keçir, Abdullah ibn Amr ibn Asın hədisinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allaha ən sevimli olan oruc Davudun orucudur, ən sevimli namaz da Davudun namazıdır. O gecənin yarısını yatar, sonra 1/3-də namaz qılar, son 1/6-də isə, gecənin son 1/6-də isə yatardı. Və kənə yasumu yevmən və yuftiri yevmən. Bir gündən bir oruç tutardı. Yəni bir gün oruç tutar, digər gün, o biri gün isə oruç tutmaz. Yəni bir gündən bir oruç tutardı. Yaxşı, bunu necə tətbiq edəcəksən? Elə bil ki, gecəni 6 hissəyə bölürsən, gecə də nə vaxtdan başlayır? Məğrib namazından ta sübh namazına qədər. Yəni bu vaxtı, bu gecə vaxtını 6 hissəyə bölürsən, 6/1-də, 6/2-sində, 6/3-də yatırsan. Yəni gecənin ilk yarısına yatırsan, sonra 3/1-də, yəni 6/4-də, 6/5-də namaz qılırsan, necə ki, Davud əleyhissalam edərdi. Sonraki 6/6-cı hissəsində də neyirsən? Yatırsan, bu ən əfsəl vaxtdır. İkinci vaxtda gecənin son 1/3 olan vaxtdır. Sən gecənin son 1/3-də namaz qılmaqla da əfsəl olan bir vaxtda namaz qılmış sayılırsan. Çünki hədisdə də keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, deyir ki, Rəbbimiz təbaraka və teala gecənin son 1/3-i dünya səmasına enər və buyurar ki, mənə dua edən varmı? Onun duasına cavab verim. Məndən istəyən varmı? İstədiyini ona verim. Məndən bağışlanma diləyən varmı? Onu bağışlayım. Yaxşı, sən əgər Davud əleyhissalam kimi namaz qılsan gecə namazını, bu son 1/3 məsələsini, gecənin son 1/3-i Allahın, yəni ilahi enişini, yəni o vaxtı sən namaz qılmış sayırsan, deyir, bəli. Elə bir sən 6/4-də, 6/5-də namaz qılsan, o 6/5 olan hissəsi var, o gecənin son 1/3-idir. Yəni 6/5, 6/6 hissəsi gecənin son 1/3 olan vaxtıdır və sən də o vaxtlarda namaz qılmaqla gecənin son 1/3-nə təsadüf etmiş olsa, yəni 6/5-də namaz qılsan, sən o vaxta təsadüf etmiş olursan. Elə bir ki, 6/4-də, 6/5-də namaz qılırsan, Davud əleyhissalam kimi. Son 6/6 hissəsindən yatırsan. Yəni sən 6/5-də artıq namaz qılmaqla sən gecənin son 1/3 namaz qılmış kimi sayırsan. Həmçinin qeyd etdiyi başqa bir hədisdə də gəlir ki, Allah Resulü ilk öncə qeyd etdiyimiz hədisdə gecənin son 1/3-də də son vaxtında namaz qılır və son dönəmində də namazını o vaxtda qılardı. Yəni sübhə yaxın, səhərə yaxın. Hər bir halda sən hər iki sünnəni əfsəl vaxt tətbiq etməklə gecənin son 1/3 ilahi eniş zamanı, Allahın ilahi eniş zamanı sən o vaxtda namaz qılmış sayırsan, bu mübarək gecəni əldə etmiş olursan. Sonraki əfsəl vaxtda gecənin ilk hissəsində namaz qılmaqdır. Yəni əlbəttə ki, sən gecə namazını 3 hissəyə böldükdə biz əfsəliyyət baxımından birinci Davud əleyhissalamın qıldığı kimi ikinci gecənin son 1/3-də, üçüncü də gecənin əvvəlində. Yəni yatmamışdan qabaq. İnsan ehtiyat edir, qorxu ki, birdən yatıb qalar. Ona görə ilk vaxtında namaz qılır. Necə ki, hədisdə keçir, Cabir radiyallahu anh hədisinə əsasən Allah Resulü buyurur ki, sizlərdən kim gecənin sonunda vitr etməyəcəyini qorxursa, yəni yatıb qalacağından qorxursa, o zaman deyir, əvvəlində vitr eləsin.
Lakin kim sonunda vitr etmək istəyəcəksə, qoy sonunda vitr eləsin. Çünki gecənin sonundakı namaz müşahidə olunan namazdır. Yəni mələkət tərəfindən müşahidə olunan namazdır. Və dəlikə aftağa, bu da çox əfsəldir. Yəni gecənin son 3/1 qılmaq çox əfsəldir. Həmçinin də gecənin ilk hissəsində namaz qılmaqla bağlı Əbu Zər, Əbu Darda və Əbu Hüreyrənin rivayətlərinə əsasən hər üçü buyurur ki, Xəlilimiz bizə, yəni Xəlilim mənə bu üç şeyi tövsiyə etdi. Onlardan biri də yatmamışdan öncə vitr namazını qılmaq. Deməli biz dedik ki, vitr namazını mərhələ, yəni əfsəliyyət baxımından 3 mərhələdə qıla bilirsən. Davud əleyhissalam qıldığı kimi, yəni gecənin 6-da, 4-ündə, 6-da, 5-də namaz qılıb 6-da 6-sını yatırsan. Həmçinin ikinci əfsəliyyət baxımından gecənin son 3/1-də o da edir. Elə bil ki 6-da 5-i və 6-da 6-sı. Bu vaxtı həmçinin gecənin 3-cü mərhələdə gecənin əvvəlində. Yəni işa namazını qılandan sonra, məsələn, yatmaq istəyirsən, yatmamışdan qabaq həmən qılıb yatırsan və bu üç vaxtda da sən namazı qıla bilərsən. Hər bir halda dediyim kimi gecənin işa namazını bitirdikdən sübh namazına qədər vitr namazının vaxtıdır. Bu vaxtlarda sən vitr namazını istədiyin vaxtda qıla bilərsən. Yaxşı, neçə rükət qılacaqsan? Deyirik ki, ən əfsəl olanı 11 rükət namaz qılmaqdır. Bu da növbəti məsələ, gecə namazı ilə vitrlə bağlı 11 rükət qılmaqdır. Bu ən əfsəl olanıdır. Necə ki, hədisdə keçir, Ayşə anamız buyurur ki, radiyallahu anhə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm nə Ramazanda, nə də qeyri-Ramazanda 11 rükətdən artıq gecə namazı qılmazdı. Lakin başqa bir rivayətdə, yəni bu hədislər Buxari və Müslimdə keçir, başqa bir rivayətdə isə Ayşə anamız buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm gecə 13 rükət namaz qıldı. Yəni vitr namazı qıldı. Son 5 rükətindən vitr elədi. Elə bil ki, axır 5 rükətdə vitr elədi və yalnız sonunda təşəhhüd oturdu. Yəni 5 rükəti dalbadal qıldı. Və yalnız bir dəfə təşəhhüd elədi. O da nə vaxt? Sonuncu rükətdə. Həmçinin İbn Abbasın da rivayətinə gəlir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm gecə 13 rükət namaz qıldı, sonra yatdı. Yaxşı, necə cəm edək? Bəzi rivayətlərdə 11, bu rivayətlərdə 13 gəlir. Hər üç hədis də Buxari və Müslimdə keçir. Alimlər ixtilaf ediblər bu məsələ ilə bağlı. Buyurublar ki, yaş burada 2 rükət artığı var da, o nədir elə? Birində dediyim kimi, bir rivayətlərdə 11, digər rivayətlərdə 13 gəlir. Burada 2 rükət artıqdır. O 2 rükət nədir? Bəzi alimlər buyurublar ki, bu işə namazın son 2 rükətidir. Yəni işə namazı da gecə namazlarından sayılır, gecə vaxtı qılınan namazlardandır. Təbii sünnəti də gecə vaxtı qılınan namazlardandır. Orada 13 rükət deyiləndə 2 rükət artıq işanın 2 rükətidir. Bəzi alimlər deyiblər ki, burada söhbət fəcr namazının, sübh namazının ilk 2 rükətidir. Yəni sünnə namazıdır, ratibə qıldığın 2 rükətdir. Söhbət deyir, ondan gelir. Təbii ki, sübh namazının həm özü, həm sünnəsi də elə bir ki, gecə vaxtı qılınan namazlardan hesab olunur və deyirlər ki, buradakı o artıq 2 rükət elə sübhün sünnətidir. Bəzi alimlər də deyiblər ki, burada söhbət 2 rükət xəfif namazdan gedir. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm 13 rükət namaz qılıb, ilk 2 rükətini xəfif edib, bunu da İbn Həcər tərcih edir. Hər bir halda sən 11 də qıla bilərsən, 13 də qıla bilərsən, lakin deyək ki, ən əfsəl olanı 11 rükət namaz qılmaqdır, lakin artıq da qıla bilərsən. Əsas odur ki, sonunda vitr eləyəni tək elə. Tək sayda olsun gecə namazın. Sonraki məsələlərdən sünnədən gəlib ki, ilk 2 rükəti xəfif eləyəsən. Məsələn, əgər namazı uzadacaqsansa, uzun qalarsansa, ilk 2 rükəti xəfif eləyən. Necə ki, hədis keçir Ayşə anamızın rivayətində. Deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm gecə namazına qalxmaq istədikdə, ilk 2 rükətini xəfif edərdi. Xəfif 2 rükətlə açılış eləyərdi. Həmçinin sünnədən gəlib ki, gecə namazı ilə bağlı açılış duasında qeyd edəcəyim zikirləri söyləyəsən. Bilirsən, açılış duası var, istiftah duası var. Yəni, namaza başlayır təkbirdən sonra açılış duası edirsən. Hansı zikirlə, duayla başlayırsan? Nəsə, hədisdə keçir, Ayşə anamızın rivayətində, Müslimdə keçən hədisdə Allah Rəsulü belə buyurardı. Allahumma Rabbə Cibrilə və Mikailə və İsrafil, Fatırə səməvati vəl-ard, aliməl qeybi və şəhadə. Cəbrailin, Mikailin, İsrafilin Rəbbi olan Allahım, göyləri və yeri yaradan Allahım, qeybli və aşkarda bilən Allahım. Əntə təhkumu beyni ibadikə fīmə kənu fihi yaxtəlifun. Qulların ixtilaf etdiyi şeylərdə hökm verən sənsən. Ehdini limə xtulfə fihi minəl haqqı bi iznik. İxtilaf etdiyi şeylərdə öz izləməni haqqı yönəlt. İnnəkə təhdi mən təşəu ilə sırat-ı müstəqim. Sən istədiyini, qullarının istədiklərini sırat-ı müstəqim yoluna yönəldirsən. Yəni, bu dua ilə açılış edə bilərsən. Həmçinin növbəti məsələ sünnədəndir ki, gecə namazını uzun qılasan. Yəni qiyamı da uzun olsun,
rükusu və səcdəsi də uzun olsun. Necə ki, hədis Huzeyfənin hədisində keçir. Huzeyfə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılır və Allah Rəsulu namazını çox uzadır. Yəni ilk rükətlərdə Bəqərəni, daha sonra Nisa surəsini və ondan sonra da Əl-İmran surəsini oxuyur. Ondan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem rükû edir. Subhane Rabbel azim deyir və rükûsunu uzadır. Ondan sonra da təbii ki, Semiyallahu limen həmdeh deyib rüküdən qalxır və qiyamını da uzadır. Rabbena və ləkəl həmd dediyi yerdə yəni o qiyamı da uzadır. Ondan sonra səcdə edir. Subhane Rabbel a'lə söyləyir və səcdəsini də uzadır və beləcə namazı uzun olur. Yəni kim sünnə tətbiq etmək istəsə, bax bu cür formada namaz qıla bilər. Namazını uzadaraq, çoxlu qiyamında çoxlu surələr oxuyaraq, rükûsunu və səcdəsini uzadaraq gecə namazını qıla bilər. Həmçinin sünnədəndir ki, 2 rükətdən bir salam verəsən. Məsələn, 11 rükət qılmayasan, 2 rükət qıl, salam ver, qalx 2 rükət qıl, salam ver, qalx 2 rükət qıl, namazı bitir. Bax, 2 rükətdən bir salam verərək namazı qılmaq. 11 rükəti bax belə qılırsan, sonunda da vitir edirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, salatul leyli məsələn. Gecə namazı 2 rükət, 2 rükətdir. Fə idə xiftə əs-subhə, əgər sübh namazının girməyindən qorxsan və avtir bi vahidətin. Sən o zaman 1 rükət vitir namazını qıl. Yəni 1 rükətdən vitir elə. Deməli 2 rükət qılırsan, sonunda da 1 rükət qılıb vitir edirsən namazını, gecə namazını bitirmiş olursan. Həmçinin sünnədəndir ki, son 3 rükətində qeyd edəcəyim surələri oxuyasan. Bu da Səbbihismə Rabbikəl Ə'lə surəsidir. 1-ci rükətdə, 2-ci rükətdə Qul ya eyyuhəl kafirun surəsini oxuyursan. 3-cü rükətdə də Qul huvallahu əhəd surələrini oxumaqdır. Bu sünnədə varid olub. Həmçinin sünnədə varid olub ki, sünnədə gəlib ki, vitirdə qunut duası oxuyasan. Sünnədə gəlib, yəni sən 2 rükət qılandan sonra qalxıb, sonra 1 rükət qılanda, deyək ki, tək qılanda, 3-cü rükəti qılanda, belə deyək, 2 rükət qıldın, salam verdin, çıxdın. Sonra vitir edirsən. 1 rükət qılanda, 1 rükət qılanda sən qunut duası edəsən. Və qunut duası edəsən və bu sünnədir. Sən bunu bəzi hallarda tərk edə bilərsən, bəzi hallarda da yerinə yetə bilərsən. Necə ki, bunu İbn Teymiyyə rahimehullah buyurur. O ki, qaldı qunutu rüküdən qabaq, yoxsa rüküdən qalxandan sonra edəsən. Təbii bu məsələdə ixtilaf var, lakin deyir ki, hər ikisi də cazəlidir. Sən rüküdən qalxanda da qunut edə bilərsən, yəni qunut duası edə bilərsən. Rüküyə getməmişdən öncə yəni Fatihəni oxudun, sonra İxlas surəsini oxuyub qunut duası eləyə bilərsən. Hər iki halda icazəlidir. Hər iki halda icazəlidir. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən varid olub ki, onlar öz vitirlərində qunut duasını oxuyardılar. Yəni qunut tutub dua edərdilər. Bir çox sahabələrdən bu varid olub. Necə ki, Atadan soruşulanda deyir ki, sahabələr belə edərdilər. Bu İbn Ömərdən də varid olub, həmçinin Ömər İbn Xattabdan da varid olub ki, onlar vitir namazında qunut tutub dua edərdilər. Həmçinin qunut duasında əllər qalxırmı? Bu məsələ haqqında da alimlər danışırlar ki, bəli, cümhur alimlərə görə insan qunut duasında əllərini qaldırıb dua edir, lakin üzünə sürtmür. Burada bir məsələ var ki, vitirdən sonra əlləri ümumiyyətlə duada istəyir qunut duası olsun istəyir. Başqa vaxt o edəndə əlləri üzə sürtmə məsələsi deyir ki, bu haqda heç bir səhih bir şey varid olmayıb. Səhih bir şey varid olmayıb, gələn hədislər də zəifdir. Ona görə səhih odur ki, insan əgər dua edəcəksə, adi vaxtlarda, namazın xaricində əllərini üzünə sürtmür. Həmçinin qunut duası edəndə də qunutdan sonra, duanı bitirəndən sonra əllərini üzünə sürtmür. Bu haqda heç bir səhih bir şey varid olmayıb. Həmçinin sünnədə varid olub ki, vitir namazını bitirdikdən sonra bu duanı, bu zikri söyləsin. Subhanəl Məlikil Quddus sələsən, 3 dəfə. Subhanəl Məlikil Quddus, Subhanəl Məlikil Quddus. Sonuncuda isə səsini uzadırsan. Subhanəl Məlikil Quddus. Yəni səsini qaldırırsan, uzadırsan. Subhanəl Məlikil Quddus. Yəni ilk hissini 3 dəfə deyirsən, ilk 2 dərsini alçaq səslə, 3-cünü səsini qaldırırsan. Subhanəl Məlikil Quddus deyib uzadırsan. Necə ki, hədisdə keçir, Ubey ibn Kəbin rivayətində deyir ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem bitirdə Səbbihismə Rabbikəl Ə'lə və Qul ya eyyuhəl kafirun, eləcə də İxlas surələrini oxudu. Qul huvallahu əhəd surələrini oxudu və salam verdikdən sonra 3 dəfə Subhanəl Məlikil Quddus deyərək buyurdu. Subhanəl Məlikil Quddus.
Yəni Məlik Quddus odur. Allah pak və müqəddəsdir. Allahın adlarındadır. Əl-Məlik, Əl-Quddus. Abdurrahman İbni Əbzənin hədisində gəlir ki, sonuncuda səsini qaldırardı. O hər iki hədis də deməli biri Nəsaidə gəlir, digəri də İmam Əhmədin Müsnədində, eləcə də İmam Nəsai rivayet ediblər. Həmçinin sünnədəndir ki, insan gecə namazı qılacaqsa öz əhlini də namaza qaldırsın. Öz əhlini də namaza qaldırsın. Buna da dəlil Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə anamızın rivayetidir. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm gecənin hər vaxtında namaz qılardı. Mən də deyir, onunla qiblə arasında dayanmışdım, uzanmışdım. فَإِذَا أَرَادَنْ يُوتِرَ اَيْقَذَنِي فَاَوْتَرْتُ Gecə namazı qılmaq istədikdə, yəni vitri qılmaq istədikdə məni oyadardı və mən də vitr edərdim. Yəni Allah Resulü gecə namaz qılıb, gecənin çox səsi namaz qılıb və deyir, mən də deyir, onunla qibləsi arasında uzanmışdım. Yəni otaq balacaydı, yataq yerləri özü ilə qibləsi arasındaydır və deyir, vitr etmək istədikdə deyir, məni qaldırardı və mən də vitr eləyərdim. Həmçinin rivayətdə də gəlir ki, Ramazan ayında bu daha qabarıq bir formada olar, yəni Allah Resulü bunu daha çox edərdi. Və Ayşə anamız buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem İdə daxilil aşır, Ramazan son 10 günü daxil olduğu zaman gecəni tam bir şəkildə ibadətdə keçirərdi və öz əhlini də namaza qaldırardı. Həmçinin sünnədəndir ki, əgər sən yorulmusansa, yəni taqətin yoxdursa, sən gecə namazını bu qədər çox uzatmırsan, özünə qarşı mərhəmətli olursan və namazı rahat bir şəkildə qılırsan xuşu ilə. Əgər yorğunsansa, uzun-uzadı qılıb, xuşu əldə etmədən qılmanın bir mənası yoxdur. Necə ki, hədisdə keçir, Allah Resulü sallallahu aleyhi və səlləm məscidə daxil və görür ki, iki sütun arasından yəni asılmış bir ip var, kəndir var. Deyir ki, bu nədir? Deyirlər ki, Zeynəbin kəndiridir. Namaz qılmaq üçün istifadə edir. Əgər deyir, yorğun olardısa, yəni bir tənbəllik baş verərdisə, yorğun olardısa, deyir, o zaman deyir, yəni belə edərdi. Kəndirdən tutub namaz qılardı. Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, o kəndiri açın. Deyir ki, sizlər gümrah olduğu zaman öz namazını qılsın, aktiv olduğu zaman namazını qılsın və əgər bir tənbəllik, yorğunluq hiss eləyərsə, otursun. Yəni, nədənsə tutmaq ehtiyac yoxdur. Gördün, tənbəllik var, yorulmusan, ağrıyırsan, otur namazını qıl, belə etmə. Həmçinin, kimə yuxu üz veribsə, yaxşı olar ki, geçsin, yatsın, yorğunluq çıxsın, sonra qalxsın, gecə namazını qılsın. Necə ki, hədisdə də keçir, Ayşə namazın hədisində. Allah Resulü buyurur ki, əgər sizlərdən bir namazda mürgüləyərsə, yuxu ondan gedənə qədər yatsın, dincəlsin. Çünki sizdən biriniz yuxulu, mürgülü halda namaz qılarsa, ola bilər ki, Allahdan bağışlanma diləmək əvəzinə özünü söysün. Adam istəyirəmir, yuxuludur. Nə danışın fərqində varmır. Və belə namaz qılır. Onun deyir ki, belə namaz qılmasın. Mürgülüysənsə, yorğunçuluq varsa, yuxun gəlirsə, deyir, yatsın, sonra qalxıb namaz qılsın. Çünki deyir, sizlərdən biriniz namaz qılmaq istəsə, mürgüləyə, yuxulu olduğu halda, deyir, ola bilər ki, deyir, Allahdan bağışlanma diləmək əvəzinə özünü söyür. Belə olur, insan istərəminə gəlib danışır. Ona görə yuxun gəlirsə, yat, qalxıb sonra namaz qılarsan. Həmçinin başqa bir rivayətdə gəlir ki, Allah Resulü buyurur sallallahu aleyhi ve sellem, deyir, sizlərdən biriniz gecə namazdan qalxarsa və Qur'an da dilinə yatmazsa, yad gələrsə, danışa bilmir, oxuya bilmir, nə dediyini başa düşmür, fələm yediri mən yəqul. Nə dediyini başa düşmürsə, deyir, fəliyyəttaci. O zaman gedib uzansın. O zaman gezib uzanıb yatsın. Yəni, Quran dilinə yatmır. Artıq nə dediyini başa düşmür. Hərfləri çeynir, yeyir, belə yarımsıq deyir. O zaman orada insan yuxulanda nə dediyini başa dərk eləmir, nə gəlib danışır. Dilinə yatmır da danışdıqları. Ona görə deyir ki, nə etdiyini, nə dediyini bilmirsə, geçsin yatsın. Yat sonra qalxıb namaz qılarsan. Həmçinin birdən kimsə gecə namazı yatıb qalarsa nə eləsin? Deyir ki, oyanandan sonra gündüz vaxtı qılırsa, necə ki, hədislərdə keçib, Ayşə anamız buyurur ki, radiyallahu anhə, Allah ondan razı olsun, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem yatıb qalsa və yaxud ağrısaydı gecə vaxtı, gecə namazını qılmazdısa, qalxıb gündüz vaxtı 12 rükət namaz qılardı. Çünki niyə 12 rükət? Cüt qılırsan. Deyək ki, 3 rükət qılırsansa,
gündüz 4 rükət qılacaqsan. 5 qılanlardansansa 6 qılasan. Hər bir halda yəni cüt qılasan. Ən azından yəni 2 rükət qılacaqsan. Əgər qılmaq istəsən 2 rükət qıl. Allah Rəsulü da 12 rükət qılardı. Nəyə görə 12 rükət? Çünki adəti üzrə 11 rükət qılardı. 11 rükət qıldığına görə yatıb qalıbsa və ya ağrıyıbsa, gecə namazda dura bilməyibsə, o zaman sübhdən sonra, yəni gündüz vaxtı 12 rükət namaz qılardı. Bu da gecə namazı vitrinə bağlı qısa bir məlumatdır. Allah Teala istəyirəm ki, Allah Teala bizi xeyrə müvəffəq eləsin. Bizləri onun sünnəsini yaşayıb, o sünnəyə dəvət edən qullardan eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illə əstəğfiruka və etûbu ileyk.